Salam əziz izləyicilərimiz. Bugünkü gəzintimiz sinif yoldaşlarımla idi. Çoxlandı sizinlə video paylaşmırdım. Qərara gəldim ki, məktəbimizi sizinlə paylaşım. Biz Qobustana getmişdik. Mən ilk dəfədir tur avtobusuna minirdim. Tur avtobusları mənə çox maraqlı gəlirdi. Avtobusun içində bələdçi qız var idi. O bizi yol boyu çox əyləndirdi. Mahnılar qoşduq, rəqs elədik. Yolun necə bitdiyini bilmədik. Bir də baxdıq ki, artıq Qobustandayıq. Qobustan barədə məktəbdə kitabdan öyrənmişdim. Ona görə də oranı gəzmək daha bir maraqlı idi. Həqiqətən də Qobustan qalarının rəsmini görmək istirdim. Amma deyim ki, o qədər başqa uşaqlar da var idi ki, hətta turistlər də var idi. Qobustan muzeyini gəzmək üçün bizə bir bələdçi kömək etdi. Muzey haqqında bütün məlumatları bizə verdi. Oradakı heykəllər, qədim əşyalar, zinət əşyaları, qədim insanların çəkdiyi rəsmlər, ümumilikdə onların yaşayış tərzləri mənim üçün çox maraqlı gəldi. Həqiqətən də insanlar çox əziyyət çəkiblər. Muzeyin daxilində gəzintini bitirdikdən sonra Qobustan qayalarına tərəf yollandıq. Burada turistlərlə dolu idi. Məlumat toplayan kim, video çəkən kim, şəkil çəkən kim, bir sözlə hamı üçün çox maraqlı idi. Bu mənim müəllimə ilə ilk gəzintim idi. Bu gəzintide həm çox əyləndim, həm çox öyrəndim. Gəzintimizi bitirdikdən sonra piknikə getdik. Yemək hazırlanana qədər biz müəllimlərlə çox əyləndik. Nəhayət süfrəmiz hazır oldu. Oturduq, yedik, içdik, danışdıq, əyləndik. Sonra yenidən uşaqlarla kənarda oynadıq. Yavaş-yavaş gəzintimiz yekunlaşırdı. Avtobusumuza mindik, yerlərimizdə oturduq və şəhərə tərəf yollandıq. Yenə də bələdçi xanım bizi çox əyləndirdi. Yol boyu heç darıxmadıq. Nəhayət gəlib çatdıq. Bugünkü gəzintimizdən bu qədər. İnşallah növbəti gəzintilərimizdə görüşərik. Videomuzu like etməyi və abunə olmağı unutmayın. Hələlik.